vaxtınız xeyir olsun. Hazırda Avropanın İsyan Davleyev Hava Tədqiqatları Mərkəzinin yanvar ayının 13-dən 14-nə keçən gecədən başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin dəyişilməsi haqqında, ilkin təhlilləri haqqında məlumatları təqdim edirik. Yanvar ayının artıq 13-cü axşama doğru Qərbi Sibirdən güclü soyuq atmosfer cəbhəsinin soyuq hava şüalarının bir qolunun Şimali Qafqazdan Cənubi Qafqaza doğru yaxınlaşması fonunda Qafqazın Cənubi Azərbaycan arasında da yanvar ayının 13-cü axşamdan 14-ü artıq gündüz saatına başlayaraq Azərbaycanın əksər rayonlarında hava şəraitinin kəskin soyuması, havanın temperaturunun əvvəlki günlərlə müqayisədə 8-15 dərəcə qədər temperaturda azalma gözlənilir. Bakı-Abşeron-Sumqayıt ərazisində şimal-qərb küləyinin güclənməsi, küləyin maksimal sürətinin saatda yanvar ayının 14-də küləyin maksimal sürətinin Bakı-Abşeron ərazisində və Xəzər dənizinin yaxınlanan qəsəbələrdə saatda 85 km-dən 120 km-ə qədər şiddətlənməsi ehtimalı var. Proses nəticəsində müəyyən fəsadların yaranması ehtimalı var. Bu barədə ümumi olaraq yenilənmiş məlumatların təlləri kanalda yayımlanacaq. Yanıtlar Bakıda yanvar ayının 13-dən 14-dən keçən gecə əvvəlcə yağışlar müşahidə ediləcək. Yanvar ayının artıq 14-ü gündüz saatlarda isə havanın daha da soyuması nəticəsində Bakı-Abşeron-Sumqayıt ərazisində yağışın sulu qara keçməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təlləri kanalda yayımlanacaq. Prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, Qərbi Sibir ərazisində hava şəraitində kəskin soyuma mövsümlə əlaqədar olaraq davam edir. Lakin xüsusi ilə də şimaldan, yəni Şimal Buzlu Okeanından və eyni zamanda Sibirdən hərəkət edən soyuq atmosfer cəbhəsinin soyuq hava kütlələrinin tez-tez Qərbi Rusiyaya, Şərqi Avropaya müdaxiləsi hazırda müşahidə edilir. Bu tendensiyanın yanvar ayının 2-ci və 3-cü 10 günlük ərzində də tez-tez təkrarlanması ehtimalı var. Bu proses nəticəsində yanvar ayının xüsusilə də 13-cü axşama doğru bu soyuq hava kütlələrinin artıq Qərbi Rusiyadan, Qara dənizin şimalından, Şimali Qafqazdan artıq yanvar ayının 14-də isə Qafqazın Cənubi Azərbaycan arasında daxil olması ehtimalı var. Proses nəticəsində əvvəlcə Şimali Qafqazda, Rusiyanın qərbində, Qara dənizin şimalında və Türkiyə ərazisində hava sahəsində orta troposferdə atmosfer təzyiqində azalma gözlənilir. Bu da şimaldan, Arktikadan və eyni zamanda Qərbi Sibirdən eyni anda soyuq hava kütlələrinin davamlı olaraq Qafqazın cənubuna doğru müdaxiləsi ehtimalı bir xeyli artıracaq. Artıq yanvar ayının 14-də isə Qafqazın cənubu Azərbaycan arasındakı hava sahəsində orta troposferdə eyni zamanda troposferin aşağı qatlarında soyuq hava kütlələrinin əraziyə müdaxiləsi ehtimalında bir xeyli artım ehtimalı var. Yəni münbit sinoptik şəraitin yaranması gözlənilir. Artıq yanvar ayının 14-dən başlayaraq şimaldan daxil olması gözlənilən soyuq havanın və eyni zamanda Qərbi Sibirdən daxil olması gözlənilən aktiv hava kütlələrinin bir-birlərinə qarışması və Qafqazın Cənubi Azərbaycan arasında tez müdaxiləsi gözlənilir. Proses nəticəsində yanvar ayının 14-də Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kifayət qədər kəskin soyuması gözlənilir. Havanın temperaturunun artıq yanvar ayının 13-dən 14-nə keçən gecə və 14-cü gündüz saatlarında havanın temperaturu Qafqazın cənubunda Azərbaycan arasında ötən günlərlə müqayisədə 8-15 dərəcə qədər temperaturda azalma gözlənilir. Böyük Qafqaz rayonlarında, Kiçik Qafqazda, Gəncə Qazaxda, eyni zamanda Naxçıvan rayonlarında, Mərkəzi Aralanda və Cəlilabad Astara ərazilərində isə yanğınların intensiv və güclü olması ehtimalı var. Xüsusilə də Böyük və Kiçik Qafqazda, eyni zamanda Böyük Qafqazın şimal-şərq yamaclarında, yəni Qubar-Qusar, Xasmaz, Dağlıq Şirvanda, eyni zamanda Xızı Siyəzəndə və Bakı-Abşeron-Sumqayıt ərazisində isə yanğınların daha da intensiv olması riski var. Bu barədə yenilənmiş məlumatların təlləri kanalda yayımlanacaq. Yəni yanvar ayının 13-cü axşama doğru əvvəlcə Azərbaycanın Dağlıqətəri və Dağlıq rayonlarında sulu qar və qar yağması, yanvar ayının 13-dən 14-nə keçən və 14-ü gündüz saatlarında isə prosesin daha da kəskinləşməsi fonunda artıq yanvar ayının 14-də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Şəmkirdə, eyni zamanda Mərkəzi Aran rayonlarında və Cəlilabad, Masallı, Lənkəran, Asılı, Yardımlı, Lerişlər, Naxçıvanın şəhər mərkəzində, yəni düzənlik ərazilərində artıq yağışın sulu qara keçməsi ehtimalı var. Xüsusilə də Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, İsmail, Şəmal, Xızı, Qubar-Qusar, Xasmaz, Dağlıq, Şirvanda və Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və Naxçıvanın Sədrək, Ordubar, Şahbuz ərazilərində artıq sulu qar və qarın yanvar ayının 13-dən 14-nə keçən və 14-cü gün ərzində intensiv və güclü olması ehtimalı var. Xüsusilə də Dağlıqətəri və Dağlıq rayonlarda intensiv xarakterli qar yağması fonunda kifayət qədər çoxlu bir qarın
qarın yığılması gözlənilir, yəni qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Maksimal qar hündürlüyünün, yəni 25 sm-dən 50-70 sm-ə qədər kifayət qədər intensiv xarakterli bir qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Proses nəticəsində Azərbaycanın dağətəyi və dağlıq rayonlarında hava şəraitinin kəskinləşməsi fonunda bir sıra fəsadların yaranması ehtimalı var. Bu barədə mütəmadi olaraq kanalda yenilənmiş məlumatların təhliləri yayımlanacaq. Artıq yanvar ayının 15-i və 16-sında isə bu prosesin daha da kəskinləşməsi gözlənilir. Nəticədə Qazaxıstan arasındakı orta troposferdəki güclü ekstratropik siklon sisteminin Sibirdən davamlı olaraq soyuq havanı Şimali Qafqazı və Qafqazın Cənubi Azərbaycan arasında daşıması gözlənilir. Nəticədə ərazidə mürəkkəb hidrometeoroloji prosesin baş verməsi, havanın temperaturunun yanvar ayının artıq 15-i və 16-sında daha da azalması gözlənilir. Nəticədə artıq Bakıda yağışın yanvar ayının 15-i, 16-sı və 14-ü axşama doğru sulu qara keçməsi ehtimalı var. Bu proses nəticəsində prosesin davamlı inkişafı gözlənilir. Bu proses qısa müddətli olmayacaq. Hazırki model təhlillərinə əsasən yanvar ayının 13-dən 14-dən gecə başlayan prosesin yanvar ayının 14-ü, 15-i, 16-sı və 17-sində də Qafqazın cənubunda aktiv olması gözlənilir. Yəni tez-tez Qərbi Sibirdən güclü soyuq hava kütlələrinin tez-tez Qafqazın cənubi Azərbaycan arasında müdaxiləsində bir xeyli artım ehtimalı var. Bu prosesin davamlı inkişafı gözlənilir. Nəticədə artıq yanvar ayının 18-i, 19-u, 20-si və 21-də də Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskinləşməsi ehtimalı var. Hazırki təhlillərə əsasən Qərbi Rusiyada və Avropanın şimal-şərqində orta troposferdə atmosfer təzyiqində artım gözlənilir. Eyni zamanda troposferin aşağı qatlarında da atmosfer təzyiqində artım gözlənilir. Lakin Xəzərin şimalında, Qafqazın şimalında, Qafqazın Cənubi Azərbaycan arasında, Qazaxıstan arasında, xüsusən Mərkəzi Asiyanın bu Xəzər ölkələrində yaxın ərazilərdə isə atmosfer təzyiqində azalma gözlənilir ki, bu da şimaldan davamlı olaraq şimaldan, şərqdən, Qazaxıstandan, şimal-şərqdən davamlı olaraq Sibir soyuqlarının, yəni çox güclü Sibir siklonlarının, soyuqlarının davamlı olaraq Qafqazın cənubi doğru müdaxiləsində bir xeyli artım ehtimalı var. Nəticədə Xəzər dənizindəki rütubətli hava kütlələri ilə quru Sibir siklonlarının bir-birlə qarşıması fonunda Qafqaz ərazisində intensiv xarakterli sulu qar və qar yağması gözlənilir. Bakıda əvvəlcə yanvar ayının 14-ü, 15-də sulu qar yağması ehtimalı var. Artıq yanvar ayının 16-sından sonra isə havanın kifayət qədər soyuması ehtimalı var. Proses daimi olaraq izlənir. Əgər proses daha da kəskinləşərsə, artıq Bakıda yanvar ayının artıq 19-dan sonra qar yağması, yerdə qar örtüyünün əmələ gəlməsi ehtimalı var. Yəni bu prosesin gedişi, ərazidəki atmosfer proseslərinin nə qədər intensiv olmasından asılıdır. Yəni bu model ümumi olaraq yanvar ayının 13-dən 14-dən gecədən başlayaraq yanvar ayının 19-u, 20-si, 21-nə qədər olan müddət ərzində Qafqazın cənubunda hava şəraitinin gün-gündən kəskinləşməsini işarəsini verir. Hava şəraitinin kəskin soyulması ehtimalı var. Temperaturun xüsusilə də ötən günlərlə müqayisədə 8-15 dərəcə qədər azalması ehtimalı var. Sulu qar və qarın intensiv və güclü olması ehtimalı var. Lakin Bakıda isə güclü qar fırtınasının yaranması ehtimalı isə yaxın günlərdə yenilənmiş məlumatların təhlilləri, analizləri kanalda yayınlanacaq. Yəni bu ehtimal nə qədər realdır, yaxın günlərdə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Amerikanın Milli Okean və Atmosfer Departamentinin model təhlillərinə əsasən Şimal qütbündəki Arktika sirkulyasiyasının artıq yanvar ayının 2-ci 10 günlüyün sonlarına doğru və 3-cü 10 günlük ərzində tez-tez zəifləməsi fonunda şimaldan daxil olması gözlənilən soyuq Arktik və Sibir siklonlarının tez-tez Avropa arasında, Qərbi Rusiyaya və Qafqazın Cənubi Azərbaycan arasında müdaxiləsi ehtimalında bir xeyli artım ehtimalı var. Hazırki model təhlillərinə əsasən yanvar ayının artıq 13-dən 14-dən keçən gecə və 14-ü gün ərzində artıq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin soyulması gözlənilir. Yanvar ayının 15-i, 16-sı, 17-si, 18-si, 19-unda isə artıq Qafqazın Cənubi Azərbaycan arasındakı hava şəraitinin günü-gündən daha da kəskinləşməsi, intensiv sulu qar və qarın yağması gözlənilir. Xüsusilə də Böyük Qafqaz rayonlarında, yəni Böyük Qafqazın
Balakən, Zaqatala, Şəki, Qaf, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızı, Quba, Qusar, Kasmas, Dağlıq, Şirvanda, Kiçik Qafqazın Dağkəsən, Gədəbəl, Kəlbəzər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan və eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, mərkəzi aranan Kürdəmir, Yevlax, İmişli, Ağzəbədi, Beyləqan, Sabrabad, Saatlı, Sarıyan, Neftçala, Naxçıvanın Sədrək, Ordubad, Şahbuz, Şərur, Naxçıvanın şəhər mərkəzində, yəni Arazboy düzənliklərdə, eyni zamanda Cəlilabad, Masalı, Lənkəran, Assalı, Yardımlı və Lerik ərazisində, Bakı, Abşeron, Sumqayıt ərazisində, yəni ümumi olaraq Azərbaycanın əksər rayon, qəsəbə və şəhərlərində yanvar ayının 13-dən 14-nə qismən gecədən başlayaraq hava şəraitinin kəskin soyulması, yanvar ayının 14-ü gündüz hava şəraitinin daha da soyulması, yanvar ayının 15-i, 16-sı, 17-si, 18-si və 19-sunda isə prosesin günü-gündən daha da kəsinləşməsi ehtimalı var. Prosesə səbəb isə Qərbi Sibirdən və Arktikadan davamlı olaraq soyuq hava kütlələrinin, xüsusilə də Sibir siklonlarının davamlı olaraq Qafqazın Cənubi Azərbaycan ərazisindən tez müdaxiləsi ehtimalı var. Xüsusən də Azərbaycanın şimal-şərqindən, xüsusilə Xəzər dənizinin şimal-şərqindən, yəni Qazaxıstan ərazisindən, Mərkəzi Asiyadan güclü quru soyuq Sibir siklonlarının, Sibir soyuq hava kütlələrinin Qafqazın Cənubi Azərbaycan ərazisindən daxil olması, Xəzər dənizindəki rütubətli hava kütlələrinin bu Sibir siklonlarının bir-birinə qarşılaması fonunda Azərbaycan ərazisində mürəkkəb hidrometeoroloji prosesinin baş verməsi və intensiv sulu qar və qarın yağması ehtimalı var. Bakıda yağışın yanvar ayının 14-də sulu qar keçirməsi ehtimalı var. Yanvar ayının 15-i, 16-sı, 17-si, 18-si və 19-da isə başlı hava şəraitinin daha da soyuması müşahidə edilərsə, qar fırtınasının yaranması ehtimalı var. Lakin qar fırtınasının hansı intensivlikdə baş verməsi ehtimalı yaxın günlərdə kanalda yenilənmiş məlumatların təhlilləri əsasında yenilənmiş video bu kanalda yayınlanacaq. Hazırki bugünkü təhlillərə əsasən isə yanvar ayının 14-də başlayıb yağışın sulu qara keçməsi, eyni zamanda yanvar ayının 15-i, 16-sı, 17-si və 18-sində isə hava şəraitinin gün-gündən daha da soyulması ehtimalı var. Şimal, şimal-qərb, şimal-şərq külələrinin tez güclənməsi nəticəsində Bakıda hiss edilən temperaturun, real temperaturun, yəni havadakı temperaturun Bakıda küləklərin şimal-şərq və şimal-qərb külələrinin tez güclənməsi fonunda temperaturun real göstəriciləri, yəni termometrdəki göstəricilərdən daha da soyuq hiss edilməsi gözlənilən çöldə, yəni real zaman ərzində çöldə insanın hiss etdiyi temperaturun 0 dərəcədən aşağı hiss edilməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İsyandabliyev hava tədqiqatları mərkəzinin model təhlillərinə əsasən yanvar ayının artıq 19 və 20-sindən başlayaraq Qafqazın cənubunda hava şəraitinin daha da kəsinləşməsi gözlənir. Yəni yanvar ayının 13-dən 14-nə qismən gecədən başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin soyulması, artıq yanvar ayının 18-si, 19-u və 20-sində isə prosesin daha da kəsinləşməsi ehtimalı var. Prosesin daha da kəsinləşməsi və bir qədər uzunmüddətli şəkildə Qafqazın cənubunda soyuq hava kütlələrinin davamlı inkişafına səbəb olması ehtimalı edilən Qazaxıstan ərazisindəki güclü, soyuq, ekstratropik siklon sisteminin Sibirdən daşınması gözlənilən soyuq hava kütlələri ilə Xəzərin şimal-şərqində tez-tez aktiv olması ehtimalı var. Nəticədə yanvar ayının 19-dan 20-dən gecəcək prosesin artıq daha da kəsinləşməsi gözlənilir. Şimal-şərqdən daxil olan davamlı olaraq Sibir siklonlarının Xəzər dənizindəki rütubətli hava kütlələri ilə bir-birinə toqquşması fonunda Azərbaycan arasında hava şəraitinin daha da kəsinləşməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Artıq yanvar ayının xüsusilə də 20-si və 21-də isə prosesin daha da kəsinləşməsi gözlənilir. Nəticədə Mərkəzi Asiyadan, Qazaxıstandan quru soyuqların Xəzər dənizindəki rütubətlə qarşılaması fonunda Azərbaycan arasında hava şəraitinin daha da soyulması ehtimalı var. Yəni bu prosesin davamlı olaraq inkişafı gözlənir ki, bu da Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin daha da soyulmasına səbəb olacaq. Artıq havanın temperaturunun da çoxlu göstəricilərdən bir xeyli aşağı inməsi gözlənir ki, bu da o deməkdir ki, soyuq havanın Qafqazın cənubunda yanvar ayının 13-dən 14-nə qismən gecədən başlayaraq aktiv olması, artıq yanvar ayının ikinci 10 günlüyün sonları və üçüncü 10 günlüyündə də bu prosesin davam etməsi ehtimalı var. Avropanın İsyandabliyev hava tədqiqatları mərkəzinin Avrasiya ərazisi üçün hava təhlillərinə əsasən yanvar ayının artıq 13-dən 14-nə qismən gecədən başlayaraq Rusiyanın qərbində və eyni zamanda Avropanın şərqində Qara dəniz ərazisində toplanmış soyuq arktik hava kütlələrinin mütəmadi olaraq artıq Qafqazın Cənubi Azərbaycan arasında müdaxiləsində bir xeyli artım gözlənir. Artıq yanvar ayının 14-ü, 15-i, 16-sı, 17-si, 18-si və 19-da prosesin gün-gündən daha da kəsinləşməsi ehtimalı var. Yəni bu aktiv soyuqlarla, yəni əvvəlcə arktik soyuqların yanvar ayının 13-dən 14-nə qismən Qafqazın Cənubi Azərbaycan arasında müdaxiləsi gözlənilir. Artıq yanvar ayının
14-ü, 15-i, 16-sı, 17-si, 18-si və 19-unda isə Qərbi Sibirdən güclü soyuq, quru soyuqların Qazaxıstan ərazisindən şimal-şərqdən Qafqazın Cənubi Azərbaycan arasına doğru tez-tez daxil olması ehtimalı var. Nəticədə xüsusilə də artıq Qərbi Sibirdəki atmosfer təzyiqində bir xeyli artım gözlənir. Bu da ərazidə güclü soyuqların uzun müddət bloklanıb qalmasına səbəb olacaq. Bu soyuqlar Ural dağlarından Qazaxıstan ərazisindən, Xəzərin şimalından artıq Şimali Qafqazın, Qafqazın Cənubi Azərbaycan arasında yanvar ayının 13-dən 14-dən keçən və 14-cü gün ərzində artıq tez-tez Qafqazın Cənubi Azərbaycan arasına daxil olması, Azərbaycanda hava şəraitinin kəskin soyulması ehtimalı var. Yanvar ayının xüsusilə də artıq 15-i, 16-sı, 17-si, 18-si, 19-unda isə prosesin daha da kəsinləşməsi gözlənir. Ərazidə toplanmış rütubətli hava şütürləri ilə Sibir siklonlarının, yəni quru soyuqların, mürəkkəb quru soyuqların bu rütubətli hava axınları ilə bir-birlə toqquşması fonunda Qafqazın Cənubi Azərbaycan ərazisində, ümumilikdə regionda, yəni Xəzər ölkələrində ümumilikdə mürəkkəb hidrometeoroloji prosesin baş verməsi havanın temperaturunun çoxillik iqlim göstəricilərindən, yəni arxiv məlumatlarına əsasən yanvar ayının çoxillik iqlim göstəricilərindən havanın temperaturunda bir xeyli azalma ehtimalı var. Yəni ümumi olaraq hazırki məlumatların təhlillərinə əsasən yanvar ayının 13-dən 14-nə keçən gecə artıq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin soyulması gözlənir və bu prosesin yanvar ayının 15-i, 16-sı, 17-si, 18-si və 19-unda da davamlı inkişafı ehtimalı var. Nəticədə havanın temperaturunun ötən günlərlə müqayisədə 8-15 dərəcə qədər temperaturda azalma ehtimalı var. Bu da çoxillik göstəricilərlə müqayisədə Qafqazın Cənubi Azərbaycan ərazisində hava şəraitinin kifayət qədər soyuq keçməsi anlamına gəlir. Nəticədə əvvəlcə yanvar ayının 13-dən 14-dən keçən gecə əvvəlcə Azərbaycanın Dağətepe və Dağlıq rayonlarında yağışın sulu qara və qara keçməsi artıq yanvar ayının 14-ü, 15-i, 16-sı, 17-si, 18-si və 19-unda isə artıq Azərbaycanın şəhər mərkəzlərində, mərkəzi aranda və Bakı, Abşeron, Sumqayıt ərazisində də artıq yağışın sulu qara keçməsi ehtimalı var. Prosesin gedişindən asılı olaraq Bakıda güclü qar yağması, qar fırtınasının baş verməsi, yəni Xəzər dənizində qar fırtınasının baş verməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Daha çox yanvar ayının 15-i, 16-sı, 17-si, 18-si və 19-unda isə hava şəraitinin Qafqazın cənubunda daha da kəsinləşməsi ehtimalı var ki, bu da Bakıda qarın yağması ehtimalını artırır. Lakin bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Yəni Bakıda qarın yağması 100% deyil. Yenilənmiş təhlillər mütəmadi olaraq kanalda yayımlanacaq. Hazırki məlumatların təhlillərinə əsasən isə Qərbi Sibirdən davamlı olaraq güclü quru soyuqların Xəzər dənizindəki rütubətli hava axınlarına bir-birlə toqquşması fonunda tez-tez Qafqazın Cənubi Azərbaycan arasında müdaxiləsi gözlənir. Bu soyuqların nəticədə xüsusilə də Böyük Qafqazın şimal-şərq yamaclarındakı qarın güclü olması, şiddətli olması, aramsız yağması ehtimalı var. Dağlıq və Dağətəyi rayonlarda kifayət qədər çoxlu miqdarda bir qar ehtiyatının yaranması gözlənir. Bu da çaylardakı gələcək dövrlərdə suluğun artmasına səbəb olacaq. Lakin burada bir məsələ var. Bu soyuqlardan sonra əgər havanın temperaturu anidən yüksələrsə, bu dağlıq ərazilərdəki qarın vaxtdan əvvəl əriməsinə səbəb olacaq. Yəni belə bir tendensiya ehtimalı da var ki, yanvar ayının 14-ü, 15-i, 16-sı, 17-si, 18-si və 19-u Azərbaycanda hava kəskin soyulsun. Lakin sonraki günlərdə isə havanın temperaturunda rekord bir artım ehtimalı var. Yəni artıq iqlim dəyişikliyi nəticəsində bu tip proseslər artıq tez-tez baş verə bilir nəticədə. Yəni bu güclü soyuqlardan sonra sevinirik ki, dağlardakı qar artacaq, qar ehtiyatı artacaq. Lakin anidən havanın istiləşməsi ehtimalı baş verərsə, bu proses baş verərsə, dağlardakı qarın vaxtdan əvvəl əriməsi, bu da yay aylarında yenə də sululuğun bir xeyli azalması ehtimalını artıra bilər. Lakin hazırki məlumatlar isə onu göstərir ki, yanvar ayının artıq 13-dən 14-nə keçən gecədən başlayaraq yanvar ayının 14-ü, 15-i, 16-sı, 17-si, 18-si və 19-unda Qafqazın Cənubi Azərbaycan ərazisində davamlı olaraq hava şəraitinin soyuq keçməsi, hava şəraitinin gün-gündən soyulması, sulu qala qarın yağması, bəzi Dağlıq və Dağətəyi rayonlarında isə qarın intensiv güclü aramsız olması ehtimalı var. Bakıda qar fırtınasının baş verməsi ehtimalı isə yaxın günlərdə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Avropanın WF Hava Tərəqqatları Mərkəzinin yenilənmiş model təhlillərinə əsasən yanvar ayının 13-dən 14-nə keçən gecədən başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin dəyişilməsi gözlənir. Əvvəlcə
Böyük Qafqaz və Kiçik Qafqazın dağ-təyi rayonlarında yağışın sulu qala qarşılaşması ehtimalı var. Artıq yanvar ayının 14 gün ərzində isə prosessin daha da kəsinləşməsi gözlənilir. Prosesdə daha da geniş olaraq nəzər salsaq biz görək ki, yanvar ayının 13-dən 14-nə keçən və 14-ü artıq günün birinci yarısında Qafqazın Cənubi Azərbaycan arasında rütubətli hava şüaları ilə şimal-şərqdən daxil olması gözlənilən güclü soyuq hava şüalarının birbirine toqquşması fonunda yağıntıların intensivləşməsi ehtimalı var. Böyük Qafqazın Balaçan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmail, Şamaxı, Xızır, Quba, Qusar, Kasmas, Dağlıq, Şirvan, eyni zamanda Qazax, Ağstafa, Tovuz, Şəmşir, Gəncə, Mingəçevir və Göygöl və Kiçik Qafqazın Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şükürlasını, Xankəndi, Zəngəzur, Zəngəzur və Naxçıvanın Sedrək, Ordubad, Şahbuz, eyni zamanda Cəlilabad, Masallı, Lənkəran, Asılı, Yazma və Lərik ərazilərində artıq və mərkəzi aranın Kürdəmli, Gerlağ, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində artıq yanvar ayının 13-dən 14-nə çıxacaq və 14-ü gün ərzində hava şəraitinin daha da kəsinləşməsi, soyuması gözlənilir. Yağıntıların intensivləşməsi ehtimalı var. Yağışın Azərbaycanın şəhər mərkəzlərində, mərkəzi aralığında sulu qala keçirməsi, lakin Böyük Qafqaz, Kiçik Qafqaz, eyni zamanda Naxçıvan arasının dağ-təyi rayonlarında və Cəlilabad Aslanın dağ-təyi ərazilərində isə yağışın artıq intensiv sulu qala qar şəklində müşahidə edilməsi və qar örtüyünün gəlməsi ehtimalı var. Yanvar ayının 14-ü artıq proses dağlı kəsinləşir, nəticədə Xəzər dənizinin daşınan rütubətli hava şüaları ilə şimaldan, eyni zamanda şimal-qərbdən və qərbdən daxil olan, yəni Qara dənizindən daşınan rütubətli hava şüaları, Aralıq dənizindən daşınan rütubətli hava, Xəzər dənizindən daşınan rütubətli hava və şimal-şərqdən Qazaxıstandan daxil olması gözlənilən güclü soyuq hava şüalarının ərazidə bir-birinə toqquşması fonunda mürəkkəb hidrometeoroloji prosesin baş verməsi, yağıntıların intensiv və güclü olması, havanın temperaturunun ötən günlərlə müqayisədə 8-15 dərəcə qədər temperaturda azalma ehtimalı var. Şimaldan daxil olması gözlənilən soyuq hava şüaları ilə Xəzər dənizində siklonların təsirindən Böyük Qafqazın şimal-şərqində və Abşeron arasındakı yağıntıların kifayət qədər intensiv və aramsız olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq. Avropanın İsyan Davleyev Hava Tədqiqatları Mərkəzinin yenilənmiş məlumatların təhlillərinə əsasən yanvar ayının 13-dən 14-nə keçən gecədən başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin soyulması gözlənilir. Yanvar ayının 14-ü gün ərzində isə prosesin daha da intensivləşməsi ehtimalı var. Nəticədə yanvar ayının 13-dən 14-nə keçən gecə Qara dənizin şərqindən Aralıq dənizinin şərqindən rütubətli hava şüalarının Qafqazın Cənubi Azərbaycan arasına doğru daşınması və şimal-şərqdən Qazaxıstan arasında, Mərkəzi Asiyadan isə güclü Sibir siklonlarının əraziyə müdaxiləsi fonunda soyuq hava şüaları ilə rütubətli hava axınlarının Azərbaycan arasında bir-birinin toqquşması nəticəsində yanvar ayının 13-dən 14-nə keçən gecədən başlayaraq Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəsinləşməsi gözlənilir. Yağıntıların intensivləşməsi, Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan dağlıq rayonları, eyni zamanda Cəlilabad Aslanlar əraziləri və Böyük Qafqazın şimal-şərq ərazlarındakı qarın güclü olması ehtimalı var. Mərkəzi aran Bakı, Abşeron, Sumqayıt ərazisində və Azərbaycanın şəhər mərkəzlərində isə artıq yanvar ayının 14 gün ərzində yağışın sulu qala keçirməsi ehtimalı var. Bakıda güclü qar yağması ehtimalı isə yaxın günlərdə yenilənmiş məlumatların təhlilləri əsasında kanalda yenilənmiş məlumatlar təqdim olunacaq. Avropanın İsyan Davleyev Hava Tədqiqatları Mərkəzinin model təhlillərinə əsasən yanvar ayının artıq 13-dən 14-nə keçən gecədən başlayaraq və 14-cü gün ərzində Qafqazın Cənubi Azərbaycan arasında hava şəraitinin kəskin soyulması gözlənilir. Prosesin davamlı inkişafı ehtimalı var. Nəticədə Qərbi Sibirdən davamlı olaraq soyuq hava şüalarının Xəzər dənizinin şimal-şərqindən, Qazaxıstan ərazisindən Qafqazın Cənubi Azərbaycan arasında tez-tez müdaxiləsi fonunda yanvar ayının ikinci 10 günün sonlarına qədər olan müddət ərzində Azərbaycan arasında hava şəraitinin kəskin soyuq keçməsi ehtimalı var. Yanvar ayının 13-dən 14-nə keçən gecədə başlayan prosesin yanvar ayının 15-i, 16-sı, 17-si, 18-si, 19-u və 20-sində də Qafqazın cənubuna daxil olması gözlənilir. Xüsusilə də yanvar ayının artıq 16-sı, 17-si, 18-si və 19-sundakı prosesin daha da kəskinləşməsi ehtimalı var. Çünki Qərbi Sibirdən münbir sinoptik şərait nəticəsində davamlı olaraq güclü soyuq hava şüalarının Qafqazın Cənubi Azərbaycan arasına doğru tez-tez müdaxiləsi gözlənilir ki, bu da yanvar ayının artıq 13-dən 14-nə gecədən başlayan soyuq havanın yanvar ayının 16-sı, 17-si, 18-si, 19-u və 20-sində daha da anormal dərəcəyə qədər kəskinləşməsinə səbəb ola bilər. Düzdür, bu rekord bir soyuqlar ehtimalı olmasa da kifayət qədər, yəni Azərbaycan ərazisi üçün, Bakı üçün kifayət qədər bir soyuqların müşahidə edilməsi ehtimalı var. Nəticədə yanvar ayının xüsusilə də artıq 16-sı, 17-si, 18-si və 19-cu prosesin daha da kəskinləşməsi fonunda Qərbi Sibirdən davamlı olaraq soyuq hava şüalarının Qafqazın Cənubi Azərbaycan arasında tez-tez müdaxiləsi Xəzər dənizindəki rütubətli hava şüaları ilə
Qərbi Sibirdən daxil olan quru soyuqların rütubətlə toqquşması fonunda Azərbaycanın Böyük Qafqaz rayonlarının şimal-şərq yamaclarında qarın güclü olması gözlənilir. Bakıda yağışın yanvar ayının 14-də sulu qar keçirməsi ehtimalı var. Yanvar ayının artıq 16-sı, 17-si, 18-si, 19-su verilməsində isə hava şəraitinin daha da kəskin soyulması ehtimalı var. Nəticədə Bakıda da güclü qarın yağması riski var. Yaxın günlərdə Bakıda qar fırtınasının baş verib-verməyəcəyi haqqında ən son hava təhlilləri kanalda yayınlanacaq. Bugünkü təhlillərə əsasən isə yanvar ayının 13-dən 14-nə keçirilən Bakı-Azərbaycan arasında hava şəraitinin kəskin soyulması, yanvar ayının 14-ü gündüz artıq Azərbaycan əksər rayonlarında hava temperaturunun ötən günlərlə müqayisədə 8-15 dərəcə qədər azalması, yanvar ayının artıq 16-sı, 17-si, 18-si, 19-su verilməsində isə hava şəraitinin günü-gündən daha da soyulması gözlənilir. Qərbi Sibirdəki güclü soyuq hava şütürlərinin ümumi sinoptik şərait nəticəsində, yəni Xəzər dənizinin şimal-şərqində Qazaxıstan arasındakı siklonun təsirindən bu soyuq havanın davamlı olaraq Qafqazın Cənubi Azərbaycan arasında tez müdaxiləsi fonunda yanvar ayının 14-ü, 15-i, 16-sı, 17-si, 18-si, 19-su verilməsində Azərbaycan arasında hava şəraitinin günü-gündən daha da soyulması gözlənilir. Tez-tez küləklərin güclənməsi ehtimalı var. Soyuq hava nəticəsində Azərbaycanın bir çox şəhər mərkəzlərində yağışın sulu qara keçirməsi, prosessin sonrakı inkişafı nəticəsində isə qar yağması ehtimalı var. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayınlanacaq.